Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidməti tərəfindən qeyd olunub ki, hərbi xidmətdən yayınanlarla bağlı mühüm qərarlar qəbul edilib. Belə ki, Dövlət Xidməti müddətli həqiqi hərbi xidmətdən yayınma halları ilə mübarizəni gücləndirir. Bəs hansı xəstəliyi olanlar hərbi xidmətə çağırılmır? Mövzu ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov bizim media açıqlamasında ölkəmizdə hərbi xidmətdən yayınma hallarının mövcud olmadığını qeyd edib. Bununla bağlı Dövlət Xidməti də ciddi tədbirlər görür. Sözsüz ki, minlərlə insan arasında bəziləri ola bilsin ki, hərbi xidmətdən yayınmağa meyillidir. Ancaq hüquq mühafizə orqanları tərəfindən görülən tədbirlər sayəsində onlar öz istəklərinə nail ola bilmir. Xəstəliklə bağlı hərbi xidmətdən yayınma hallarına gəlincə, ekspert bu xəstəliklərin müxtəlif xarakter daşıya biləcəyini qeyd edib. Buna anadan gəlmə xəstəliklər, infeksion xəstəliklər, irsi xəstəliklər daxildir. Bu xəstəliyi olanlar hərbi xidmətə çağırılmır. Daha ətraflı desək, sinir və psixi sağlamlıq, reproduktiv orqan, həzm sistemi, qulaq, burun və boğaz və bu kimi bədən üzvləri ilə bağlı bir sıra xəstəliyi olan şəxslər hərbi xidmətə yararsız sayılır. Bununla bağlı e-qanun.az saytında əhatəli məlumat mövcuddur.